Salam əziz şagirdlər, bugün 6-cı sinif riyaziyyat kitabın 1-ci hissəsindən səhifə 26 və 27-də olan və 28-də olan ümumiləşdirici tapşırıqlara baxacağıq. Əgər dərslərimizə qoşulmaq istəyirsinizsə, onlayn dərslərimizə 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Birinci tapşırıqda deyir ki, boş xanaya uyğun ədədi müəyyən edin. 2 üstündə neçə 32 edər? 2 üstündə 5. 27-ni neçə dəfə öz-özünə vursaq 729 edər. 27-nin kvadratı 729-dur. 4-ü neçə dəfə öz-özünə vursaq 1024 edər. 4 4-üm 16, bir dəfə də vursam 64, bir dəfə vursam 256, bir dəfə də vursam 1024 edər. Yəni 4 üstündə 5. 125 5-in kubudur. 5-i 3 dəfə öz-özünə vursaq 125 edər. 7766 6 üstü neçədir? 6-nı 5 dəfə öz-özünə vursaq əgər 7776 edər. Keçək ikinci tapşırığa, müqayisə edin. 6-nın üstü 3 və 5 üstü 4. Nömrə 2. Bir A variantı. 6 üstü 3-üm 6 vur 6 vur 6'dır. Bu bizə verəcək 216. 5 üstü 4-üm isə 5 vur 5 vur 5 vur 5. Bu da bizə verəcək 625. Əlbəttə ki 625 daha böyükdür. B variantına baxaq. 9-un kvadratı yoxsa 3 üstü 4. 9-un kvadratı 9 vur 9 81'dir. 3 üstü 4 3 vur 3 vur 3 vur 3. Bu da edəcək 9 9 81 bir-birinə bərabərdir. 5 üstü 4 yoxsa 25'in kvadratı C variantında. 5 üstü 4 yoxsa 25'in kvadratı. 5 üstü 4'ü tapmışdıq. 625'dir. 25'i də 25'e vuranda edə 625 edir. Bunlar da bir-birinə bərabərdir. D variantına baxaq. Onun kubu bir də 31'in kvadratı. Onun kubu, yəni onu 3 dəfə öz-özünə vuranda edəcək 1000 10 vur 10 vur 10. Bu edəcək bizə 1000. 31 də 31'e vursam əgər 961 edəcək. Əlbəttə ki 1000 daha böyükdür. Yəni onun kubu böyükdür. Y variantında 2 üstü 7 və 7'nin kubu. Üstü 7 bir də 7'nin kubu. 7'nin kubu qiyməti 49, o da 7 343 eləməlidir. 343 2 üstü 7 2 üstü 7 də ki 2 üstü 6 64'dür, o da 128 eləməlidir. Bəli. Deməli 343 daha böyükdür. Yəni 7'nin kubu daha böyükdür. F variantına baxaq. F variantında 8'in kubu bir de 3 üstü 6. 8'in kubu 8 vur 8 vur 8. 512 etməlidir. 3 üstü 6'daki 3'ü 4 dəfə öz-özünə vursaq 81. 81'i də 3'e vursaq 243. Bir dəfə də 3'e vursaq 729 edəcək. Yəni 3 üstü 6 daha böyükdür. Keçək 3-cü tapşırığı. Boş xanaya uyğun ədədi tapın. Yəni bu hesablamaq lazımdır. 1 üstəgə 2'nin kvadratı 4 üstəgə 2'nin kubu 8 üstəgə 2 üstü 4
16 üstə gəl 32 üstə gəl 2 üstə 6 da bizə verəcək 64 bərabərdir. Bəli, 64 üstə gəlsin üstə gəl 16 üstə gəlsin, bu bizə verəcək cavab 125. Deməli bunu toplayanda biz alırıq 125. 125 nəyin kubudur? 5'in kubudur. Buraya yazılmalıdır 5. B variantına baxaq. 3'ün kubu üstə gəl 4'ün kubu üstə gəl 5'in kubu hesablayaq. 3'ün kubu 27, 4'ün kubu 64, 5'in kubu da 125. 27'nin üstünə 64 gələndə 91, üstünə də bunu 125 gəlsəm 216 edər. Bunun cavabı elədir 216. 216 da 6'nın kubudur. Deməli boş xanaya 6 yazılmalıydı. 6 yazılmalıydı. C variantına baxaq. 2 üstü 6 üstə gəl 3 üstü 5 üstə gəl 6'nın kvadratı. 2 üstü 6 bizə verəcək 64, 3 üstü 5 bizə verəcək 243, bu da edəcək 36. Toplayanda verəcək 343, bu olacaq 343. 343 də 7'nin kubudur. Boş xanaya 7 yazılmalı idi. Keçək 4-cü tapşırığa. İfadələrin qiymətini tapın. A variantı 2 üstü 4 vur 3'ün kvadratı. 2 üstü 4 16, 3'ün kvadratda 9. 16'nı 9'a vuracağım 144. B variantı 100'ün kvadratı böl 5'in kubu. 100'ün kvadratı 10.000, bu da edəcək 125. Bu da bizə verəcək 10.000'i 125'e böləndə 80. Bu elədi 144, bu da elədi 80. C variantına baxaq. Üç üstü 4 üstə gəl 6'nın kubu. 3 üstü 4 81, bu da 216. 6'nın kubu da 216. 81 ilə 216'nı toplayanda verəcək 297. Aldıq burada 297. D variantına baxaq. 7'nin kubu çıx 2 üstü 5. 7'nin kubu 343 çıxılsın 25. 343'dən də 25 çıxsaq 318 alarıq. Bunun da cavabı oldu 318. Y variantına baxaq. Y variantında göstərir ki 3 üstü 5 çıx 2 üstü 5 çıx 1 bölünsün 3 üstə gəl 1 üstü 5 bərabərdir. 3 üstü 5 bizə verir 243, çıxılsın 2 üstü 5 verir 32, çıxılsın 1 bölünsün 3 üstə gəl 1 üstü 5 də 1'i neçə dəfə özünə vururuqsa vuraq 1 eləyəcək. Bərabərdir. 243'dən çıxanda eləyir 210. 210'u 3'ə böləcəm, üstünə də 1 gələcəm, 71 edəcək cavab. Onun cavabı oldu 71. F variantına baxaq. 6'nın kubu üstə gəl 6'nın kvadratı böl 6 çıx 5'in kvadratı bərabərdir. 216 üstə gəl 36 böl 6 çıxılsın 25. 216'nın üzərinə 36 gəlsəm 252 edəcək. 252'ni 6'ya bölüb 25 çıxacam. 252'ni 6'ya böləndə 42. 42'dən də 25 çıxsam əgər cavabda 17 alaram. Bunda cavabı olacaq 17. Baxaq C variantına.
C variantı 9'un kvadratı çıxılsın 1 kvadratı bölünsün 1000 çıxılsın 2,4 bərabərdir. 9'un kvadratı edir 81. 81'dən 1 çıxıram edir 80. Üstünə də bu kvadratı qoyacağım. Yəni 80'in kvadratı bölünsün 1000 çıx 2,4 bərabərdir. 80'in kvadratı edəcək 6400. 6400 bölünsün 1000 çıxılsın 2,4 bərabərdir. Bu 2 sıfırı buradan aparsam 64'ü ona böləndə 6,4 edər. Bundan da 2,4 çıxsa cavabı 4 almış olarıq. Bunun cavabı olacaq 4. Baxaq H variantına. 1000 bölünsün 2'nin kubu bölünsün 25 üstə gəl 2,2'də 1 bərabərdir. 1000 bölünsün 2'nin kubu 8 bölünsün 25 üstə gəl 2,2'də 1 bərabərdir. 1000'i biz 8'e bölsək alarıq 125. 125'i 25'e bölüb üstünə 2,2'də 1 gələcək. 125'i böləcək 25'e edəcək 5. 5'in də üstünə 2,2'də 1 gələcək. Edəcək 7,2'də 1 və yaxud 7,5 kimi yazmaq olar. 7,5. Keçək 5-ci tapşırığa. Beşinci tapşırıq. Ədədləri sadə vuruqların ayrılışını iki üsulla yazın. Məsəl üçün 20. 20'ni sadə vuruqlara belə ayırmaq olar. 2, 10, 2, 5, 5, 1. Və yaxud 20'ni belə ayırmaq olar. 2 vurulsun 10, 2 vurulsun 5 kimi. Yenə 2, 2, 5. Burada da 2, 2, 5. 32. 2'ye 16, 2'ye 8, 2'ye 4, 2'ye 2, 2'ye 1. Və yaxud 32'ni belə yazmaq olar. 2 vurulsun 16 kimi, 16'nı 2 vurulsun 8 kimi, 8'i 2 vurulsun 4 kimi, 4'ü 2 vurulsun 2 kimi yazmaq olar. Burada da bunları seçəcəyik. 2, 2, 2, 2, 2. 5 dənə 2. Bu cür ayırmaq mümkündür. Baxaq tutaq ki 40'a. Qırx 2'ye 20, 2'ye 10, 2'ye 5, 5'e 1. 40'ı bu cür yazmaq mümkündür. 2 vurulsun 20. 20 yazmaq olar 2 vurulsun 10 kimi. Onu da yazmaq olar 2 vurulsun 5 kimi. 2, 2, 2, 5. Burada da 2, 2, 2, 5 kimi yazmaq mümkündür. 75 3'e 25, 5'e 5 dəfə, 5 də 5'e 1 dəfə. Və yaxud da 75'i belə yazmaq olar. 3 vurulsun 25 kimi, 25'i də yazmaq olar 5 vurulsun 5 kimi. Vuruqlarımız 3, 5, 5. Burada da 3, 5, 5 kimi göstərmək mümkündür. Baxaq 120'ye. 120 2'ye 60, 2'ye 30, 2'ye 15, 3'e 5, 5'e 1. Və yaxud da 120'ni göstərmək olar 2 vur 60, 60'ı 2 vur 30, 30'u 3 vur 10, 10'u göstərmək olar 2 vur 5 kimi. 2, 2, 3, 2, 5 kimi göstərmək mümkündür. %135 135 bölünəcək 3'ə 45 dəfə, 3'ə 15 dəfə,
3'ə 5 dəfə, 5 5'ə 1 dəfə. 135'i göstərmək olar 3 vurulsun 45. 45'i göstərmək olar 3 vurulsun 15. 15'i göstərmək olar 3 vurulsun 5 kimi. 3, 3, 3, 5 kimi göstərəcək. Və sonuncu 280. 282'yə 140, 2'yə 70, 2'yə 35, 5'ə 7, 7'yə 1. 280'i belə göstərək. 2 vurulsun 140, 2 vurulsun 70, 2 vurulsun 35, 35'i də 5 vurulsun 7 kimi göstərmək olar. 2, 2, 2, 5 və 7 olacaq. Keçək 6-cı tapşırığa. Verilən hasillərin neçə sıfırla qurtardığını şifahi tapın. 2 vurulsun 3 vurulsun 5. Burada 2 vurulsun 5 var. 2 vurulsun 5 10 elədiyinə görə bu 1 sıfırla bitəcək. Onsuz da vuranda biz görürük ki bu 30 edir, yəni 1-0. Yəni 2 ilə 5'ə baxırıq. Burada da 2 vurulsun 5 var, 10 edir, yəni 1-0 ilə bitəcək. Burada 2 vurulsun 5, 10 edir. Burada bir dənə də 2 vurulsun 5 var, bu da 10 edir. Yəni bu onu da ona vuranda 100 edir deyə 2 dənə 0 ilə bitəcək. Burada 2'ni 5'ə vuranda 10 edir, onu da ona vuranda 100 edir. Deməli 2 dənə 0 ilə bitəcək. Bu Y variantına baxanda bilinir ki 4'ü 125'ə vursam əgər 500 edər. Bu 500 edər. 500'ü də 2'yə vursam bu da 1000 edər. 1000'də də 3 dənə 0 var. Deməli 3 0 ilə bitəcək bu. 7-ci tapşırıq. Hasilin bütün bölənlərini tapın. Hasilin neçə müxtəlif böləni olduğunu müəyyən edin. A variantı 5 vurulsun 11. Hasilin bütün bölənlərini tapın. 5 vur 11 edir 55. 55 bölünür 1'ə, 5'ə, 11'ə, bir də 55'ə. Hasilin neçə müxtəlif böləni var? 4 dənə. 1, 2, 3, 4 dənə. B variantı 3 vurulsun 10. Bu edir 30. 30 bölünür 1'ə, 2'yə, 3'ə, 5'ə, 6'ya, 10'a, 15'ə və 30'a. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunun 8 dənə müxtəlif böləni var. C variantı 2 vurulsun 6. Edir 12. 12 bölünür 1'ə, 2'yə, 3'ə, 4'ə, 6'ya və 12'nin özünə. 1, 2, 3, 4, 5, 6 dənə böləni var. D variantı 5 vurulsun 13 vurulsun 3. Bu da bizə verəcək 65 vurulsun 3, 195. 195 bölünür 1'ə, 3'ə, 5'ə, 15'ə, 13'ə, 65'ə, 39'a və bir də 195'in özünə.
1, 2, 3, 4, 5, 6, 7, 8 dənə böləni var. Y variantına baxaq. Buradan yaza bilərik. Y variantında 2 vurulsun 33. O bizə verir 66. 66 bölünür 1-ə, 2-yə, 3-ə, 6-ya, 11-ə, və 22-yə, 33-ə, bir də 66-nın özünə. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə böləni var. F variantı 3 vur 55. 3 vur 55 bizə verir 165. Bu da bölünəcək 1-ə, 3-ə, 11-ə, 15-ə, sonra nəyə bölünə bilər? 33-ə, 55-ə, bir də 165-ə bölünə bilər. 1, 2, 3, 4, 5, 6, 7 dənə də bunun böləni var. Və sonuncu C variantında 4 vurulsun 6. 4 vur 6 24 edir. 24 bölünəcək 1-ə, 2-yə, 3-ə, 4-ə, 6-ya, 8-ə, 12-yə, bir də 24-ün özünə. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə də bunun böləni var. Səkkizinci tapşırıq. Ədədləri sadə vuruqlara ayrılmışdır. Hərflərə uyğun ədədləri tapın. A variantında 240-dır. 240-ı gəlin sadə vuruqlara ayıraq. 2-yə 120, 2-yə 60, 2-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 1. 240-ı belə göstərmək olar. 2 üstündə neçə dənədir? 1, 2, 3, 4 dənə. 2 üstü 4, 3 üstü 1, bir də 5 üstü 1. 3 üstü 1, deməli 2 üstü 4 olmalıdır. Deməli A-nın yerinə 4 yazmalıyıq. 3 üstü 1 yazılıb, B üstü 1, yəni 5 üstündə 1. B-nin də yerinə 5 yazmalıyıq. Buraya yazılacaq 5. Baxaq B-yə. 340-ı sadə vurğulara ayıraq. 2-yə 170, 2-yə 85, 85-i 5-ə böləcək. 17, 17-yə 1. Deməli 340-ı belə göstərmək olar. 2 üstü 2 vur 5 üstü 1 vur 17 üstündə 1. A üstü 2, yəni 2 üstü 2, A-nın yerinə 2 yazmaq lazımdır. 5 üstü 1 verilib, 17 üstündə 1 olmalıdır. B-nin də yerinə 1 yazmaq lazımdır. Baxaq C 280-ə. sadə vurğulara 2, 140, 2, 70, 2, 35, 5-ə 7, 7-yə 1. Belə göstərmək olar. 2 üstü 3 vur 5 üstü 1 vur 7 üstündə 1. 2 üstündə deməli A-nın yerinə 3 yazılmalıdır.
3. Burada 5 üstündə 1. B-nin yerinə 5 yazılmalıdır. 7 üstündə də 1. Burada 1 yazılmalıdır. Baxaq D variantına. 480 sadə vurğulara 2, 240, 2, 120, 2, 60, 2, 30, 2, 15, 3'ə 5, 5'ə 1. Deməli, bunu belə yazmaq olar. 2 üstündə 1, 2, 3, 4, 5. 3 üstündə 1, bir də 5 üstündə 1 kimi yazmaq olar. Deməli, A üstündə 5, yəni A-nın yerinə 2 yazılmalıdır. 2 üstündə 5. 3 üstündə 1 yazılmalıdır. 5 üstündə də 1 yazılmalıdır. Burada C-nin də yerinə 5 yazılmalıdır. Keçək 9-cu tapşırığa. Əbab 45-72. Əbabda bilirik ki, sadə vurğuları ayırıb yalnız eyni olanları götürəcəyik. 3'ə 15, 3'ə 5, 5'ə 1. 72, 2'yə 36, 2'yə 18, 2'yə 9, 3'ə 3, 3'ə 1. Bu 3'dən burada var, bu 3'dən burada var. Başqa ortaq olan yoxdur. Deməli, ortaqlarımız 3 ilə 3'dür. Hasili 9 edəcək. Əbab 9. Əkab 24, 32. Sadə vurğuları ayırırıq. 2, 12, 2, 6, 2, 3, 3, 1. 2, 16, 2, 8, 2, 4, 2, 2'yə 1. 32'nin sadə vurğularını götürürük. 2 vur, 2 vur, 2 vur, 2 vur, 2. Bunları götürdük. Elə bil ki, bu 3 dənə 2'ni burada götürmüşük. Bir dənə bura 3'ü əlavə etmək lazımdır. Bu da bizə verəcək 96. 96. Üçüncüdə əbab 32, 48. 32'nin sadə vurğuları ayırdıq. 2, 16, 2, 8, 2, 4, 2, 2'yə 1. 48'i sadə vurğuları ayırdıq. 2, 24, 2'yə 12, 2'yə 6, 2'yə 3, 3'ə 1. Əbabda yalnız ortaq olanları götürəcək. 2, 2, 2, 2, 2, 2, 2, 2. Başqa ortaq olan yoxdur. Yəni 2 vur 2, vur 2, vur 2. Bu da bizə verəcək 16. Keçdik 4-cüyə. Əkab 48, 80. 48, 2'yə 24, 2'yə 12, 2'yə 6, 2'yə 3, 3'ə 1. 80, 2'yə 40, 2'yə 20, 2'yə 10, 2'yə 5, 5'ə 1. 80 vurğularını götürək. 2 vur, 2 vur, 2 vur, 2 vur, 5. Elə bil ki, burada 4 dənə 2 götürmüşəm. Bir dənə də 3 əlavə edirəm bura. Bu da edəcək bizə 240. Əkab oldu 240. Əbab 42, 98. Əbab 42, 98. 42, 2'yə 21, 3'ə 7, 7'yə 1. 98, 2'yə 49, 7, 7'yə 1.
Ancaq ortaq olanlar 2 ilə 2, bir də bu 7 ilə bu 7. Yəni 2 vurulsun 7, bu da edəcək 14. Əkop 32 ilə 48. 48 burada var. 32 ilə sadə vurğular ayıraq burada. 2, 16, 2-yə 8, 2-yə 4, 2, 2-yə 1. Ən çox olan 48-i götürək. 2 vur, 2 vur, 2 vur, 2 vur, 3. Elə bir ki 1, 2, 3, 4 dənəsini götürmüşəm. Bir dənə də bu 2-ni buraya əlavə edəcəm. Bu da bizə verəcək 96. Cavabı oldu 96. Buna baxırıq. Əbob 36, 54, 108. 36, 54, bu da 108. 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. 54, 2-yə 27, 3-ə 9, 3-ə 3 dəfə, 1 dəfə. 108, 2-yə 54, 2-yə 27, 3-ə 9, 3, 3-ə 1 dəfə. İndi hamısında eyni olanları seçək. 2, 2, 2. Sonra bu 2-lər məsələsi bunda var, bunda yoxdur. 3, 3, 3 və bu da 3, 3, 3. Deməli 2, 3, 3 hər birində var. Bu nəkəb olacaq. 2 vur, 3 vur, 3. 6, 3'üm 18. Bunun cavabı oldu 18. Və sonuncu əkova baxırıq. Əkov 30, 45, 60. 30, 45, 60. 2, 15, 3, 5, 5'ə 1. 45, 3, 15, 3, 5'ə 1. 62'yə 30, 2'yə 15, 3'ə 5, 5'ə 1. 30 ilə 45'in əkovunu tapmış, əgər tapmalı olsaq, 30 ilə 45'in əkovunu tapmaq olsaq əgər, birinci 45'in vurğularını götürək. 3 vur, 3 vur, 5. Elə bir ki, bu 3 ilə bu 5'i götürmüşük. 2'ni də buraya əlavə edirik. Bu da bizə verir 90. İndi elə bir ki, bu ikisinin cavabını tapdıq 90. 90'ı 60 ilə indi əkovunu tapmalıyıq. 90'ı sadə vurğular ayıraq. 2, 45, 3'ə 15, 3'ə 5, 5'ə 1. İndi 90 ilə 60'dan 90'ın vurğularını götürək. 2 vur, 3 vur, 3 vur, 5. Elə bir ki, bu 2'ni, bu 3'ü, bu 5'i götürdü. Bir dənə bu 2 qaldı. Bunu da buraya əlavə edək. Bu da edəcək bizdə 180. Deməli, bunun da cavabı olacaq 180. Baxaq 10-cu tapşırığa.
Əbobu 20 olan 2 ədəd. Əbobu 20 olan 2 ədəd. Məsəl üçün 20 ilə 40. Əbobu 20-dir. Əgər bir ədəd digərinə qalqsız bölünürsə, əbob onlardan kiçik olanıdır. Və yaxud əbob 20 ilə 60 olacaq, burada 20. Baxaq B variantına. Əbobu 45 olan 3 ədəd. Üç ədəd belə seçmək olar. 45, 90, 135. Bunların hər birinin əbobu 45-dir. Yəni hər biri 45-ə bölünür. Və yaxud da başqa ədəd seçmək olar. Bir dənə nümunə verək. Əbob tutaq ki 45, 90, 180. Üçünün də əbobu neçə verəcək? 45 verəcək. Baxaq C variantına. Əkobu 24 olan 3 ədəd. Tutaq ki əkobu 2, 3, 8, 24-ü vermək olar. Bunların üçünün də əkobu 24-dür. Yəni ən kiçik ortaq bölünəni. Və yaxud demək olar 4, 6, 8. Bunların da əkobu 24-dür. Bir neçə nümunə vermək mümkündür. Keçək səhifə 27-yə. Səhifə 27-də 11-ci tapşırığa baxırıq. A və B ədədlərinin sadə vuruqları ayrılışından istifadə edərək əbob AB və əkob AB-ni tapın. Deməli, biz burada 11-ci tapşırığın A variantında əbobu tapmaq istəyiriksə, əbobda yalnız ortaq olanları seçməliyik. Burada 3 ilə 11 yalnız ortaqdır. Deməli, əbob AB-miz olacaq 3 vurulsun 11. Bu da bizə verəcək 33. Əkobu tapmaq istəyiriksə əgər A-nın sadə vuruqlarını yazaq. Yəni 3 vur 7 vurulsun 11-i yazaq. Burada elə bir ki 3 ilə 11-i yazmışıq. 5-i də bura əlavə edəcəyik. Vurulsun 5-i əlavə edirik bura. 3-ü 7-yə vursaq əgər alacaq 21, 21-i də 11 və 5-ə vursaq cavab edəcək 1155. A variantının əbobu olacaq 33, əkobu olacaq 1155. Keçək B variantına. B variantının əbobunu tapmaq istəyiriksə, aynen B əbobunu tapmaq istəyirsə, yalnız ortaq olanları seçəcəyik. 2-lər ortaqdır, bir də 13-lər ortaqdır. Bunun olacaq 2 vurulsun 13, yəni 26. Əşobunu tapmaq istəyiriksə əgər A-nın vuruqlarını yazaq, 2 vur 5 vurulsun 13-ü yazaq. Elə bir ki 2 ilə 13-ü yazdıq, 7-ni də buraya əlavə edirik, vurulsun 7. Bunları da bir-birinə vursaq əgər 910 alacağıq. 910 olacaq. Keçək C variantına. Əbob A, B. Ortaq vuruqlara baxırıq. Məsələn, bunu belə yazmaq olar. 3 vurulsun, 5 vurulsun, 5 vurulsun 11 kimi. 5-dən 2 dənədir. Bunu da 2 vurulsun, 5 vur 5 vur 5, bir dənə də vurulsun 13 kimi yaza bilərik. Əbobda yalnız ortaq olanları seçəcəyik. Yalnız ortaq olan, məsəl üçün 5 ilə 5, bir də bu 5-dən bu 5 ortaqdır. Başqa ortağımız yoxdur. Yəni olacaq 5 vurulsun 5, bu da bizə verəcək 25. Əkobu tapaq.
Əkob AB. A-nın vuruqlarını yazaq. 3 vurulsun 5 vur 5 vur 11. Elə bil ki bu 5 ilə bu 5-i yazmışıq. Altından qırmızı xətt çəkdiklərimizi, bu 2-ni, bu 5-i, bir də bu 13-ü buraya əlavə edəcəyik. Vur 2 vur 5 vur 13 bərabərdir. Bunu da hesablayaq. 5 vur 3 vurulsun 25 vurulsun 11. Bu da bizə verəcək 107.250. Bu da bizim əkab olacaq. Keçək D variantına. D variantında belə yazmaq olar. 2 üstü 4'dür. Yəni 2 vur 2 vur 2 vur 2. 5'dən də 3 dənədir. 5 vur 5 vur 5. B-ni yazsaq 2 vur 2 vur 3 vur 3 vur 5 vurulsun 5. Birinci əbobu tapaq. Əbob AB. Yalnız ortaq olanlar. Məsəl üçün bu 2 ilə bu 2, bu 2 ilə bu 2. Sonra 3'lər yoxdur. Bu 5 ilə bu 5, bu 5 ilə də bu 5 götürək. 2 vur 2 vur 5 vur 5. Bu da bizə verəcək 100. İndi gəlin əkobu tapaq. Əkob AB. A-dakı vuruqları yazaq. 2 vur 2 vur 2 vur 2 vur 5 vur 5 vur 5. Elə bil ki bu altından xətt çəkdiyimiz 2 2 5 5'i yazmışıq. Bu 3 ilə bu 3'ü əlavə etməliyik bura. Vur 3 vur 3 bərabərdir. 16 edir. Bu da 5'in kubu 125. Bir dənə də vururuq bunu 9'a. Bu da edəcək bizdə 18.000. Bunun da əkobu, D variantının əkobu olacaq 18.000. Keçək 12-ci tapşırığa. O ikinci tapşırıqda boş xanaya uyğun bir neçə ədəd tapın. Əkob 25-75. Əgər burada əkob 75-dirsə, elə bura 75'in özünü yazmaq mümkündür. Çünki 75 ilə 25 75 25'e bölündüyünə görə elə əkob 75'i götürmək olar. Əbob 60 ilə neçənin 12 verə bilər? Əlbəttə ki, bura 12'ni yazmaq olar. Əbobda ən kiçik olanı götürürük. Əkob neçə ilə 28'də 140 olar. 140 elə 28'ə bölündüyünə görə elə bura 140'ın özünü yazmaq olar. Əbob 90 ilə elə 18'i yazmaq olar. Çünki 90 18'ə qalxsız bölünürsə, elə əbob onlardan kiçikdir. Burada əkob elə 200 onu yazmaq mümkündür. 210 42'yə çünki bölünür. Bir ədəd digərinə qalxsız bölünürsə, əkob onlardan böyüyünü seçmək olar. Burada əbob kiçiyini götürmək lazımdır. Elə bura 15 yazmaq olar. Əbob 15 120 ilə 15 cavabı. Baxaq 13-cü tapşırığa. Kəsirləri ixtisar edin. 24'də 16. Bunların hər birini bölmək olar 8'ə. 8'ə böləndə bu 3 dəfə, bu 2 dəfə olacaq. 27'də 18. Bunları ixtisar etmək olar 9'a. Bu 3 dəfə, bu da 2 dəfə olacaq. 45'də 30. Bunların əbobu 15'dir. Yəni 15'ə bölmək olar. Bu 3 dəfə, bu 2 dəfə. 66'da 33. Bunların hər birini 33'ə bölmək olar. Bu
Bu 2 dəfə, bu 1 dəfə olar. 78-də 26. 78 26-ya bölünür. 3 dəfə bölünür. Yəni bunların hər birini 26-ya bölmək olar, ixtisar etmək olar. Bu edəcək 1 dəfə, bu edəcək 3 dəfə. Sonra 40-da 24. 40-da 24. Bunların hər birini eləmək olar 8-ə ixtisar. Bu edəcək 3 dəfə, bu da edəcək 5 dəfə. Sonra baxaq 64-də 84-də 64-də. 84 ilə 64-ü 4-ə bölmək olar. Bu edəcək 21 dəfə, bu da edəcək 16 dəfə. 140-da 135. 140-da 135. 5-ə bölmək olar. 5-ə, bunu da 5-ə bölmək olar. Bu edəcək 135 7-yə bölünürdü, yox. 5-ə böləndə 28. 135-i də böləndə 5-ə edəcək 27. 240-da 130. Bunların hər birini 10-a bölmək olar. Bu edəcək 24, bu da edəcək 13. 320-də 120. Bunların hər birini 40-a ixtisar etmək olar. Bu edəcək 3 dəfə, bu da edəcək 8 dəfə. Və 8-də 3 almış olacaq. Keçək 14-cü tapşırığa. Kəsrləri ən kiçik ortaq məxrəcə gətirməklə müqayisə edin. A variantında 18-də 5 ilə 27-də 8. Bunların 18 ilə 27-nin əkobunu tapaq. 2-yə 9, 3-ə 3, 3-ə 1. 27, 3-ə 9, 3-ə 3, 3-ə 1. 27-nin vuruqlarını götürək. 3 vur, 3 vur, 3. Elə bir ki, bu 3 ilə bu 3-ü götürmüşük. Bu 2-ni də buraya əlavə edəcək. Bu da bizə verəcək 54. Deməli, bunları 54-ə gətirmək lazımdır məxrəclərini. Bunu vurmalıyıq 3-ə. Onda burada 3-ə vurulacaq. Olacaq 15. Bunu vurmalıyıq 2-yə. Onda bunu da 2-yə vurmalıyıq. Olacaq 16. Əlbəttə ki, 54-də 16 daha böyüdür. Yəni 27-də 8 daha böyüdür. Baxaq B variantına. On 15'də 4, bir də 16'da 5. 15'dən 16 qarşılığı sadədə olduğuna görə bunların əkobu elə onların hasilinə bərabərdir. Yəni 15 vurulsun 16-ya bərabərdir. 240. 240-a gətirmək üçün buranı 16-ya vurmaq lazımdır. Onda bunu da 16-ya vuraq. Buranı 15-ə vurmaq lazımdır. Bunu da 15-ə vuraq. 4-ü 16-ya vuranda 64. 5-i də 15-ə vursam 75 edəcək. Əlbəttə ki 240-da 75 daha böyüdür. Yəni ikinci kəsirimiz daha böyüdür. Baxaq C variantına. Otuz 5'də 3, 42'də 11. 35 ilə 42-ni sadə vuruqlara ayıraq. 5'ə 7, 7'yə 1, 42 2'yə 21, 3'ə 7, 7, 1. 42'nin sadə vuruqlarını götürək.
42-nin sadə vuruqlarını götürək. 2 vur, 3 vur, 7. Elə bir ki, bu 7-ni götürmüşük. 5-i də buraya əlavə edəcək. Bu da bizə verəcək 210. Deməli, bu birinci kəsiri də 210-a gətiririk məxrəcin. İkinci kəsiri də 210-a gətiririk. 35-i 210-a gətirmək üçün 6-ya vurmalıyıq. Bunda 6-ya vuraq. 42-ni 210-a gətirmək üçün 5-ə vurmalıyıq. Bunu da 5-ə vuraq. Bu edəcək 210-da 18, bu da edəcək 55. Əlbəttə ki, ikinci kəsir daha böyükdür. Baxaq D variantına. Yetmiş 2-də 11, 48-də 5. 72 ilə 48-i sadə vuruqlara ayıraq. 2, 36, 2, 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. 48, 2-yə 16, 2-yə, daha doğrusu 48, 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. 72-nin sadə vuruqlarını götürək. 2 vur, 2 vur, 2 vur, 3 vur, 3. 2-ni, bu 2-ni, bu 2-ni götürmüşük. Bir də bu 3-ü götürmüşük. Bura bir dənə də 2 əlavə etmək lazımdır. Bu da bizə verəcək 144. Deməli, hər ikisinin məxrəcini 144-ə gətirməliyik. 144-ə gətirmək üçün bunu 2-yə vuraq, bunu da 2-yə vuraq, bunu 3-ə vuraq, bunu da 3-ə vuraq. Bu edəcək 22, bu edəcək 15. 144-də 22, yəni birinci kəsir daha böyükdür. Və sonuncu Y variantına baxaq. %90-da 11 ilə 120-də 13. 90 ilə 120-ni sadə vuruqlara ayıraq. 2-yə 45, 3-ə 15, 3-ə 5, 5-ə 1. 2-yə 60, 2-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 1. 120-nin sadə vuruqlarını götürək. 2 vur, 2 vur, 2 vur, 3 vur, 5. Bu 2-ni götürdük, bu 3-ü götürdük, bu 5-i götürdük, bir dənə də bura 3-ü əlavə edəcək. Bu da bizə verəcək 360. Hər ikisinin məxrəcini 360-a gətirmək üçün bunu gərək 4-ə vuraq, bunu gərək 3-ə vuraq. Bu üçün 44, bu verəcək 39. Birinci kəsir daha böyük olacaq. Keçək 15-ci tapşırığa. Əməlləri yerinə yetirin. A variantında 22-də 1-in üzərinə 33-də 1 gəlmək lazımdır. Orta məxrəc 66-dır. Bura 3 dəfə, bura 2 dəfə düşəcək. 3-ü 1-ə vuracam 3, üstə gəl 2-ni 1-ə vuracam 2. 66-da 5. B variantı 13-də 1, üstə gəl 14-də 1. Ortaq məxrəc 13-ün 14-də hasili olacaq. Yəni 182. Bura düşəcək 14 dəfə, bura düşəcək 13 dəfə. 14 üstə gəlsin 13. 27, burada eləcək 182. C variantına baxaq. 24-də 1 çıx 36-da 1. Ortaq məxrəc edəcək 72. Bura 3 dəfə düşəcək, bura 2 dəfə düşəcək. 3 çıxılsın 2. 72-də 1 edəcək. D variantında 50-də 7 çıxılsın 150-də 11.
150 50-yə bölündüyünə görə ortaq məxrəc 150-ni götürəcək. Bura 3 dəfə düşəcək, bura 1 dəfə düşəcək. 3 7 21 çıxılsın 11. Bu da verəcək 150-də 10. 150 ilə də onu ixtisar aparsaq, cavab edəcək 15-də 1. Baxaq Y variantına. Baxaq Y variantına. Üç tam 111'də 2 çıxılsın 74'də 3 bərabərdir. Bunu 111 ilə 74'də ortaq məxrəc tapaq. 111 bölünür 3'ə 37 dəfə. 37 37'yə bölünür 1 dəfə. 74 2'yə bölünür 37 dəfə. 37 də 37'yə bölünür 1 dəfə. 111'in vurğularını götürürsək 3 vurulsun 37. Elə bir 37'ni götürmüşük. Burada bir dənə də 2'ni əlavə edirik bura. Bu da bizə verəcək 222. Yəni bunu belə yazmaq olar. 3 tam 222'də 2'yə vurmaq lazımdır buranı. 4 çıxılsın. Bunu 222'yə gətirmək üçün 3'ə vurmalıyıq. Bunda tamamlayıcı vurğu 3'dür. 9. 3'ü 3'ə vurduq 9. Bərabərdir. 4'ün 9'a gücü çatmır. Yəni oradan çıxa bilmir deyə. Gəlin bundan bir dənəsini alaq. Bu olsun 2 tam 222'də 222 ilə 4'ü toplayaq 226 çıxılsın buradan da 9. Bu da 2 tam 222'də 226'dan da 9 çıxanda edəcək 217. Cavabımız bu olacaq. F variantına baxaq. 1 tam 75'də 11 üstəgəl 120'də 7 bərabərdir. 75 ilə 120'yə ortaq məxrəc tapaq. 3 dəfə 25, 5 dəfə 5, 5'ə 1. 2, 60, 2, 30, 2, 15, 3'ə 5, 5'ə 1. 120'nin sağda vurğularını götürsək 2 vur 2 vur 2 vur 3 vur 5. Elə bil ki bu 3'ü götürmüşük, bir dənə də bu 5'i götürmüşük, bir dənə də bu 5'i əlavə edək bura. Bu da bizə verər 600. 1 tam orta məxrəci tapdıq 600. Bir tam 600'də 600'ü 75'e 600'də gətirmək üçün tamamlayıcı vurğumuz 8 olmalıdır. Bu isə 5 olmalıdır. 8 vur 11 88 üstəgəl 35. Bu da edir 1 tam 600'də 5'i toplayanda 123. İxtisar apara bilərik. 123'ü 3'ə böləndə 41. Bu da edəcək 200. 1 tam 200'də 41 alacağıq. Bunlar da getdilər. Baxaq C variantına.
15'də 4 üstə gəl 30'da 1 üstə gəl 45'də 7. Bunların hamısına ortaq məxrəc 90'a gətirmək olar. Bura 6 dəfə düşəcək, bura 3 dəfə düşəcək, burada 2 dəfə düşəcək. 6 4'üm 24, 3 1'im 3, 2 7'im 14. 27 üstüne də 14 gələndə 41 eləyəcək. C variantının cavabı. H variantında 20'də 3 üstə gəl 32'də 7 çıxılsın 40'da 11. 20 ilə 40'ın ortaq məxrəci 40'dır. 40 ilə 32'nin ortaq məxrəci neçə ola bilər? 160. Ümumi 160 götürək. Bunu 8'ə vurmaq lazımdır. Bunu 5'ə, bunu da 4'ə. 8 üçün 24 üstə gəl 5 7'im 35 çıxılsın 4 11'imdə 44. 160'da 24'ün üstünə 35 gələndə 59, bundan da çıxıram 44'ü verəcək 15. 160'dan da 15'i 5'e ixtisar etsək əgər bu 3 dəfə düşər. Bunu da böləndə 32 dəfə düşər. Cavab edər 32'də 3 H variantında. Keçək I variantına. %85'də 52 vurulsun 91'də 68 çıxılsın 14'də 5. Birinci vurma bölmə əməliyyatı olmalıdır. İxtisar var mı görək? 90 hər birini 13'ə bölmək olar. 91 ilə 52 13'ə aparsaq bu düşəcək 7 dəfə, yox. Bu düşəcək 4 dəfə, bu düşəcək 7 dəfə. 85 ilə 68'i aparmaq olar 17'yə. 17'yə aparsam, bura düşəcək 5 dəfə. 68'i isə 17'yə böləndə 4 dəfə. 4 4'üm 16, 5 7'im 35. Çıxılsın 14'də 5. 35 ilə 14'də ortaq məxrəc 70, bura 2 dəfə, bura 5 dəfə. 32 çıxılsın 25. Edəcək 70'də 7. Hər ikisini də 7'yə ixtisar etsək, onda 1 alarıq. Və sonuncu J variantı. %20'də 1 üstə gəl 30'da 7 bölünsün 45'də 34 bərabərdir. 20'də 1 ilə 37'yə ortaq məxrəc 60, bura 3 dəfə, bura 2 dəfə. 3, bu da 14. 3 ilə 14'ü toplasam edəcək 17. Vurma olur, bunların yeri dəyişilir. Keçən ildən öyrənmişik biz bunları. 17 17'yə 1 dəfə ixtisar, 34'ü 17'yə bölündə 2 dəfə. 15'ə aparsam 4 dəfə, 15'ə aparsam 3 dəfə. 1'i 3'ə vururam 3, 4'ü 2'yə vururam 8. J variantında cavabı olur 8'də 3. Keçək 16-cı tapşırığa. Hesablayın və müqayisə edin. A variantında əkop birinci kəsirdə 15 ilə 18,
bölünsün 15 vur 18. 15 ilə 18-in əkobu 90-dır da. Burada da 15'i də 18'e vursam əgər, bu da 270 edəcək. Bunun hər birini 90'a bölsək 3'də 1 alaram. İkinci kəsirə baxaq. Əkob 24, 28, 24 vur 28. 24'ü 28'e vuranda aşağıda alaram 672. 24 ilə 28'in gəlin əkobunu tapaq. 2, 12, 2, 6, 2, 3, 3'e 1. 2, 14, 2, 7, 7'ye 1. 28'in sağda vuruqlarını götürək. 2 vur, 2 vur, 7. Bu 2 ilə bu 2'ni götürmüşüksə, bu 2 ilə bu 3'ü də buraya əlavə edəcək. Bu da bizə verəcək 168. 672 də 168'e böləndə bir dəfə, bu da 4 dəfə. 4'də 1 eləyəcək. İndi gəlin 3'də 1 ilə 4'də 1'i müqayisə edək. 3'də 1 ilə 4'də 1'i müqayisə etmək üçün bunların hər birini 12'yə gətirək. 12'yə gətirmək üçün buranı 4'ə vurmaq lazımdır, buranı da 3'ə. 4, 3. Əlbəttə ki, məxrəci daha böyük olan, yəni 12'də 4, yəni birinci kəsir daha böyükdür. Keçək indi B variantına. Əbob 22 33 bölünsün 22 vur 33. 22 ilə 33'ün əbobu 11'dir. 22'ni də 33'e vursaq biz əgər almış olaraq 726. 726'nı da 11 ilə ixtisara gedər. 11 11'e bir dəfə, bu da 66 dəfə. Cavab edər 66'da 1. Birinci kəsirin cavabı. İkincidə əbob 35 45 böl 35 vur 45. 35 ilə 45'in əbobu 5 olar. 35'i də 45'e vursaq 1575 edəcək. Bunu da 5 ilə ixtisar edəndə bir dəfə düşər. Burada düşər 315. İndi 66'da 1 ilə 315'də 1'i ixtisar edəndə belə bir qayda var idi ki, əgər sürətləri eynidirsə, məxrəci kiçik olan daha böyükdür. Yəni 66'da 1 daha böyük olacaq. Keçək 17-ci tapşırığa. On 17-ci tapşırıqda bizdən deyir ki, hesablayın. A variantında 54 vurulsun, əkob 12 18, üstəgəl əbob 20 24. 12 ilə 18'in əkobu 36 edər. 20 ilə də 24'ün əbobu 4 edər. 54 vurulsun, 36 üstə gəlsin 4. 36'ın üstünə 4 gələndə edəcək 40. 54'də vuracaq 40'a. Bu da bizə verəcək 2160.
Birincinin cavabı olacaq 2160. Baxaq B variantına. 24 vurulsun əkob 3965 çıx əbob 140 210 bərabərdir. 24 vurulsun 39 ilə 65-in əkobunu tapmaq lazımdır. 3-ə 13 13 1 65 5-ə 13 13 1 yazacağıq. 5 vur 13, bir dənə də bu 3-ə əlavə edəcəyik bura. Bu da bizə verəcək 195. Çıxılsın. 140 ilə 210-un əbobu 70 edər. 195-dən 70 çıxanda edəcək 125. 125-i də vursaq 24-ə cavab alaraq 3000. Bunun cavabı oldu 3000. 18-ci suala baxaq. Suallara cavab verin. 6-ya və 8-ə bölünən ən kiçik natural ədəd hansıdır? Deməli, A variantında biz əkobunu tapmalıyıq. Əkob 6 ilə 8. 6 ilə 8-in əkobu 24-dür. B variantı 3-ə və 5-ə bölündükdə qalıqda 2 alınan ən kiçik natural ədəd. Deməli, biz birinci 3 ilə 5-in əkobunu tapmalıyıq. 3 ilə 5 qarşılığı sadə ədəd olduğuna görə əkobları 15-dir. Qalıqda da 2 alınması üçün üstünə 2 gəlməliyik. Bu da bizə 17 verəcək. C variantı 8-ə bölündükdə qalıqda 5, 7-yə bölündükdə isə qalıqda 4 qalan ən kiçik natural ədəd hansıdır? Burada gəlin nə edək? Burada gəlin 8-in məsəl üçün bir neçə dəfə artırıb 5 qalığın üzərinə gələk. 8-in bir dəfə 1-ə vurub üstünə 5 gəlsəm edəcək 13. Bu 13-ü 7-yə böləndə qalıqda 4 qalmaz. Deməli bu deyil. 8-i 2 dəfə artırıb üstünə 5 gəlsəm bu 21 edər. 21 belə yazaqda 13-ü 7-yə böləndə 1, qalıqda alınacaq 6. Bu deyil. 21 7-yə təmiz bölünür. Bu deyil. 8-i 3 dəfə artırıb üstünə 5 gəlsək edəcək 29. 29-u 7-yə bölsək edəcək 4. Qalıq isə 1. Bu da deyil. 8-i 4 dəfə artırıb üstünə 5 gəlsək 37 edər. 37-ni 7-yə bölsək 5, qalıqda 2 alarıq. 8-i 5 dəfə artırıb üzərinə 5 gəlsək 45-i 7-yə böləndə edəcək 6, qalıqda 3 almış olarıq. Bizə qalıqda 4 lazımdır. 8-i 6 dəfə artırıb üstünə 5 gəlsək 53 alarıq. 53-ü də 7-yə böləndə cavab düşəcək 7, qalıq isə 4. Qalıqda 4 alındığına görə deməli cavab 53 imiş. C variantının cavabı 53-dür. Baxaq 19-cu suala. Perimetri 7 vahid olan bərabər yanı üçbucağın bütün tərəfləri sadə ədədlərlə ifadə olunur. Üçbucağın tərəflərini tapın. Bərabər yanlı üçbucaq odur ki, yan tərəfləri bir-birinə bərabər olsun. Əgər biz bura 2 və 2 versək, edəyər 4, bura 3 versək, olar ki, necə olsun? 7 olsun. Perimetr 2 üstə gəlsin 3, bu da bizə 7 verəcək.
Deməli, üçbucağın tərəfləri 2, 2 və 3 olmalıdır. 20-ci tapşırıq. Anar və Samir velotrekdə məşq edirdilər. Anar bir tam dövrü 90 saniyəyə, Samir isə 120 saniyəyə başa vurur. Onlar start xəttindən eyni vaxt hərəkətə başlasalar, neçə dəqiqə sonra yenidən start xəttində görüşərlər. Deməli, biz elə ədəd tapmalıyıq ki, həm 90-a, həm də 120-yə bölünsün. Bunun üçün biz 90 ilə 120-nin əkobunu tapmalıyıq. 90 sadə vurğularında 2, 45, 3, 15, 3, 5, 5-ə 1, 120, 2, 60, 2, 30, 2, 15, 3-ə 5, 5-ə 1. 120-nin sadə vurğularını götürək. 2 vur 2, vur 2, vur 3, vur 5. Deməli, 2-ni götürdük, 3-ü götürdük, 5-i götürdük. Bir dənə 3 əlavə etsək, cavabda 360 alarıq. Deməli, 360 saniyədən sonra start xəttində görüşərlər. Bizdən neçə dəqiqə istəyir? Bu saniyədir. 360-ı da dəqiqəyə çevirmək üçün 60-a bölməliyik. Bizə 6 dəqiqə alacaq. Keçək səhifə 28-ə. Səhifə 28-də 20-ci tapşırıqda bizə deyir ki, 2 sadə ədədin hasilinə yarım sadə ədəd deyilir. Həcmi 22 vahid kub olan kuboidin tillərinin uzunluğu natural ədədlərlə ifadə olunur. Kuboidin oturacağının sahəsi yarım sadə ədədlə ifadə olunarsa, onun tillərinin uzunluğu neçə vahiddir? Kuboidin həcmi A vurulsun, B vurulsun, C-dir. Yəni ki, oturacağını enini uzunluğuna vurub, bir də hündürlüyə vurmaq lazımdır. Bizə deyir ki, oturacağın həcmi ümumi 22-dir və kuboidin oturacağının sahəsi yarım sadə ədəddir. Ona görə də 22 almaq üçün bunu bu cür yazmaq olar. Buranı 2 götürmək olar, sadə ədədlər olması üçün. Bura 1 vermək olmaz. Buranı da 11 götürmək olar. 2 vurulsun 11, 22-dir, yarım sadə ədəddir. Onda da hündürlüyünə də 1 vermək olar ki, 2 vur 11 vurulsun 1 bizə 22 versin. Baxaq 22-ci tapşırığa. Fermada hər gün eyni miqdarda süd sağılır. Südü satışa göndərmək üçün birinci gün yalnız 6 litrlik, ikinci gün yalnız 8 litrlik, üçüncü gün isə yalnız 9 litrlik qablara doldurdular. Hər gün sağılan süd 100 litrdən çox olarsa, 3 gün ərzində satışa ən azı neçə qab süd göndərilmişdir? Deməli, biz burada əkobu tapaq. 6-nın, 8-in, bir də 9-un. 6-nın, 8-in, 9-un əkobu 72-dir. Ancaq burada belə bir şərt verilib ki, bu 100 litrdən çox olmalıdır. Ona görə 72-ni 2 dəfə artıraq, olsun 144 litr. 144 də, yəni bu 6-ya, 8-ə, 9-a bölünür. Deməli, birinci gün 6 litrliyə doldururuqsa, 144-ü bölməliyik 6-ya. 144-ü 6-ya bölsəm əgər, alaram 24. 144-ü 8 litrlik qablara tökürəmsə əgər, alaram 18 qab. Və yaxud da 144-ü 9-a bölürəmsə əgər, alaram 16 qab. Və bu 3 qabı toplayıram. 24 üstə gəl 18, üstə gəlinsin 16. Və burada cavab 58 qab alıram. Bunda cavabı olur 58 qab. Sistem dərsinin kriptografiyanı özünüz oxuyub, aşağıda verilən saytda
kodları yazaraq təyin edəcəksiniz. Onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 5596 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Xoş izləmələr.